Herkese salam. Bugün 24 may 3-cü qruplar üzrə blok imtahanına salınmış və əksər abituriyenti çaşdıran bir sual izahına baxıb. Gəlin başlayaq. Cümlələrdə işlənmiş təsdiqlənməyən feillərlə bağlı doğru fikirləri müəyyən edin. Baxaq cümlələrə. Mən saralmış buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyir və bugünkü hadisələr haqqında düşünərək deyilənləri götür-qoy edirdim. Bu birinci cümləmiz. İkinci cümləmiz. Sürücü maşından düşdü və palçığa bata-bata uzaqdan görünən evlərin arasında gözdən itdi. Gəlin əvvəlcə verilən cümlələri təhlil edək. Başlayaq. Mən saralmış buğda zəmilərinin arası ilə yavaş-yavaş irəliləyir. Demək, irəliləyir xəbər birinci xəbərimizdir bu cümlədə. Kim? Mən. Mən irəliləyir. Harada? Buğda zəmilərinin arası ilə. Yer zərfli olacaq. Necə irəliləyir? Yavaş-yavaş tərz hərəkət zərfliyimiz. Hansı buğda zəmiləri? Saralmış. Bu da buğda zəmilərini təyin edən təyinimiz olacaq. Və bugünkü hadisələr haqqında düşünərək deyilənləri götür-qoy edirdim. Götür-qoy edirdim xəbər. Nəyi? Deyilənləri. Tamamlıq. Necə götür-qoy edirdim? Bugünkü hadisələr haqqında düşünərək. Bu da birlikdə tərz hərəkət zərfliyimiz olacaq. İkinci cümləmiz. Sürücü maşından düşdü. Düşdü xəbər. Kim sürücü? Nədən maşından? Palçığa bata-bata uzaqdan görünən evlərin arasında gözdən itdi. Gözdən itdi xəbər. Harada? Evlərin arasında. Yer zərfliyi. Hansı evlərin arasında? Uzaqdan görünən. Təyin. Necə gözdən itdi? Palçığa bata-bata. Bu da birlikdə tərz hərəkət zərfli olacaq. Bizdən təsdiqlənməyən feilləri soruşmuşdu. Ona görə gəlin bu cümlədə təsdiqlənməyən feilləri işarə edək. Hansılardır? Burada saralmış feili sifət, daha sonra düşünərək, demək bugünkü hadisələr haqqında düşünərək tərkib əmələ gətirən feili bağlamamız və deyilənlər sözüdür. Bu da feili sifətimizdir. Demək birinci cümlədə saralmış, bugünkü hadisələr haqqında düşünərək feili tərkib əmələ gətirən feili bağlamamız və deyilənlər sözüdür. Feili sifətdir bu da. Saralmış da feili sifətdir. İkinci cümlədə palçığa bata-bata, palçığa bataraq tərkib əmələ gətirən feili bağlamamız, uzaqdan görünən, tərkib əmələ gətirən, bu da feili sifətimizdir. Birinci cümlədə 3 təsdiqlənməyən feil, ikinci cümlədə isə 2 təsdiqlənməyən feil gördük. İndi isə verilmiş fikirlərə baxaq. Birinci cümlədə həm indiki, həm də keçmiş zaman məzmunlu feili sifət işlənib. Saralmış sözünə baxırıq, feili sifəti bildiyimiz kimi. Mış-mış şəkilsi vasitəsilə yarandığı üçün bu keçmiş zaman məzmunludur. Bəli, keçmiş zaman var və indiki zamana baxaq. Bir də deyilənlər. Feili sifət dediyi üçün feili sifətə baxırıq, feili bağlamaya baxmırıq. Deyilənlər sözü də anən şəkilsi vasitəsilə yarandığı üçün bilirik ki, bu da indiki zaman məzmunludur. Bəli, keçmiş zamanda var, indiki zamanda var. Birinci fikrimiz doğrudur. Birinci cümlədə bütün təsdiqlənməyən feillər tərkib əmələ gətirib. Burada gördüyünüz kimi saralmış feili sifəti müstəqil olaraq təyin kimi biz bunu təhlil etmişik. Bu tərkib əmələ gətirməyib. Ona görə də bu fikrimiz yanlışdır. Üçüncü, hər iki cümlədə işlənmiş bütün feili sifətlər eyni qrammatik məna növündədir. Birincisi saralmış məlum növdədir. İkincisinə baxırıq. Deyilən bu məhsul növdədir. Elə buradan görürük ki, fərqli-fərqlidir. Heç ikincisinə baxmağa ehtiyac yoxdur. Birinci cümlənin özündə belə müxtəlif növdə olan təsdiqlənməyən feillər işləndiyi üçün bu fikri biz yanlış götürürük. Dördüncü fikir. İkinci cümlədə təsdiqlənməyən feillərin hər ikisi tərkib əmələ gətirib. Bəli, ikinci cümlədə 2 təsdiqlənməyən feil gördük və gördük ki, palçığa bata-bata tərkib əmələ gətirən bir feili bağlamamız və uzaqdan görünən tərkiblə yazılmış feili sifətimiz var. Bəli, bu doğru fikirdir. Sonuncu, ikinci cümlədə hərəkətin zamanını bildirən feili bağlama işlənib. Feili bağlamaya baxırıq, palçığa bata-bata gözdən itdi. Biz bunu təhlil edənə dedik ki, bu tərz hərəkət zərfli idi. Yəni, gözdən itdi hərəkətinin bu tərzini bildirir. Necə gözdən itdi? Palçığa bata-bata. Ona görə bu zamanı deyil, tərzi bildirir. Hərəkətin tərzini bildirir, zamanını deyil. Doğru cavabımız oldu 1 və 4.